Şagirdlər bu sualı əldə edə bilmək üçün başlamasında götürülən üzvü maddədən alınan üzvü maddənin reaksiyasını tərtib etmemiz lazımdır. Bunun üçün reaksiyanı yazırıq. Birinci olaraq R1 radikalımız CH2 OH. Buradan alınacaq üzvü maddəmizin adını veriblər. Biz onun formulu olaraq yazırıq qarşısında. 2 metil propanol deyirsə 3 dənə karbon atomumuz olacaq. CH3, CH, ikinci də metil qrupumuz var. CH3 və aldehid qrupu. Demək, spirtimizdən alınan aldehidimizi müəyyən edirik. Burada bu reaksiyamızda biz bilirik ki, spirt olan hissədə, OH qrupu olan hissədə reaksiya zamanı çevriliş olur və aldehid qrupu alınır. Demək, belə çıxır ki, R1 radikalı aldehid qrupundan geriyə qalan hissədir. Burada CH3C, aşağısında CH3 olan bir radikalımız əmələ gəlir. Bu radikalımız izopropil radikalıdır. İkinci reaksiyamızı tərtib edirik. İkinci reaksiyamızda R2CH, aşağıya yazıram OH-ı, CH3. Bu ikili spirtimizdə, ikili spirtlərimizdən bilirik ki, ketonlar alınır. Alınan ketonun adı verilir, amma biz onun formulunu yazmamız lazımdır. Metil üçlü butil keton deyir. Metil qrupunu yazıram CH3, keton 2 qat radikal oksigen. Sonra isə üçlü butilimizi yazırıq. Üçlü butilimiz artıq xatırlayırıq ki, hansı butildir. Orada da yine eyni qaydada OH qrupu keton qrupuna çevrilir. Həmin qrupları işarə edirəm hansı tərəfdən çevrildiklərini göstərmək üçün rahatlığına. Keton qrupuna çevrilir OH qrupu. Geriyə qalanlar isə radikallarım olur. İndi radikalımı müəyyən etməm lazımdır. Radikalım, burada bir CH3 var. Sağ tərəfdə alınan birləşmənin tərkibində də CH3 var. Demək, bu radikal orada göstərilən ikinci radikal deyil. Bəs ikinci radikalım hansıdır? İkinci radikalım üçlü butil radikalıdır. Və mən də bunu işarə edirəm. Demək ki, mən artıq bilirəm ki, R1 radikalım izopropil radikalı, R2 radikalım isə üçlü butil radikalıdır. Bunları birləşdirirəm aşağıda. CH3, CH, CH3, 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 aşağıda da CH3. Bizim alkanımız alındı. Bizə də sualda deyir ki, R1 və R2 radikallarının birləşməsindən alınan maddə üçün nə doğrudur? Biz birləşməmizi artıq müəyyən elədik. Bunun haqqında verilən müddəalardan hansının doğru, hansının yanlış olduğunu seçməmiz lazımdır. 7 dənə karbon atomu olan alkandır. Qapalı quruluş olaraq yazdığımızda C7H16'dır. Yəni 7 dənə karbonu, 16 dənə hidrojeni var bu birləşməmizdə. Baxaq, birinci müddəamıza doğrudurmu? N heptandır deyir. N heptan şaxəsiz quruluşda heptan deməkdir. Baxıram ki, burada şaxə var. Demək ki, birinci müddəamız yanlışdır. İkincisi, 2,2,3 trimetil butandır. Artıq adlandırmadan da bilirik ki, şaxənin yaxın olduğu və sıx olduğu yerdən nömrələmək lazımdır. Birinci, ikinci, üçüncü və dördüncü karbon atomlarımızı müəyyən edirik. Ən uzun zəncirdə adlandırdığımız zaman baxırıq ki, 2,2,2,3 trimetil butan olması lazımdır. Bəli, orada da yeni adı verirlər. Demək ki, doğrudur. İkinci müddəamiz doğrudur. Üçüncü, molekulunda 16 sigma sp3 s rabitəsi vardır. sp3'lər karbonlara aiddir, s'lər də hidrojenlərə aiddir. Demək ki, karbonlarla hidrojenlər arasındakı rabitələrin sayını bizdən soruşur. Karbonlarla hidrojenlər arasındakı rabitələrin sigma rabitənin sayı hidrojenin sayına bərabər olur. Bu da 16'ya bərabərdir. Demək ki, üçüncü müddəamız da doğrudur. Molekulunda 16 dənə sigma rabitəsi var imiş. Adi şəraitdə, dördüncü müddəada deyir ki, adi şəraitdə mayedir. Bəli, adi şəraitdə mayedir. Çünki bilirik ki, 5-15 arasında karbon sayı olan birləşmələrimiz, alkanlarımız maye halde olur. O zaman dördüncü müddəamız da doğrudur. Beşinci müddəada deyir ki, molekulunda 16 hibrid orbital vardır. Bilirik ki, alkanlarda hibrid orbitalların sayını 4n olarak müəyyən edirik. 4'ü 7'ye vurduğumuz zaman beraber olur 28'e. Demek ki 5. müddəamız yanlıştır.
Molekulunda 4 birli karbon atom var. Birli karbon bir karbona birleşen karbonlarıydı, hatırlıyorsunuzsa. Demek bunların birli karbon atomlarımızın sayına bakırıq. 1, 2, 3, 4 ve 5 tane birli karbon atomumuz var. Belə çıxır ki, 6-cı müddəamız yanlışdır. 4 tane değilmiş, 5 tane demiş.